Bugün mən sizlə müzakirə etmək istədiyim mövzu stresin müxtəlif somatik təzahürlərinin müalicəsinə inteqrativ yanaşmadır. Mən tanımayanlar üçün özümü təqdim edeyim. Yeganə Heydərova, pediatr, inteqrativ tibb həkimi. Nəyə görə bu mövzunu seçmişəm? Yəni bu gün biz bilirik ki, hər birimizin gündəlik praktikasında müxtəlif somatik xəstəliklərlə gələn pasientlər olur. Baş ağrısı ilə, qarın ağrısı ilə, ürək döyünmə, yorğunluq, yuxu pozğunluğu ilə və s. müraciət edirlər. Müayinə edəndə onların bütün müayinələri normaldır, amma şikayətlər davam edir. Çox zaman araşdıranda bu somatik təzahürlərin arxasında stres problemi durur. Bunu bəzən nəzərdən qaçırırıq, bəzən də çox gec deməli nəzərə alınmış olur. Ümumiyyətlə mövzunu hazırlayarkən çoxlu elmi mənbələrə baxdım. Demək olar ki, bütün dünyada belədir. Bütün dünyada streslə bağlı olan somatik təzahürlər tez-tez nəzərdən qaçır. Stres nədir? Hamımızın bildiyidir. Çox sadə şəkildə bildirmək istəyirəm ki, yəni belə bildirmək olar ki, stres insanın qarşısına qoyulan tələblərin onun adaptasiya imkanlarını aşdığını hiss etdiyi bir vəziyyətdir. Stres terminini ilk dəfə elmə Kanadalı tədqiqatçı həkim Hans Selye gətirmişdi. Deməli, 1950-ci ildə gətirib bu termini elmə, amma hələ də stresin idarə olunması üçün praktik tibbdə vasitə axtarışındadılar. Hələ də stresi idarə etmək bir o qədər də asan deyil. Burada Selyenin deməli elə ingiliscə ana variantında yerləşdirilibdir. O bildirir ki, biz stresdən ölmürük, orqanizmin stresə verdiyi cavab reaksiyasından ölürük. Yəni, orqanizmin cavab reaksiyası, stres hallarında orqanizmin cavab reaksiyası əsasdır da, belə deyək. Stres yaradan amillərə stressorlar deyilir. Onlar fiziki, psixoloji, kəskin, xroniki olmaqla bir neçə yerə bölünür. Mən burada fikrimizi ona yönəltmək istəyirəm ki, həmişə stres deyəndə, kimsə stresə məruz qalıb deyəndə hansısa bir əhəmiyyətli hadisə haqqında düşünürük. Yaxın adamını itirib, yaxud çox ciddi bir problem baş verib, bunu stres kimi qəbul eləyirik. Eləyirik, yox demək olar ki, eləyirdik əvvəllər. Amma son tədqiqatlar göstərir ki, bu belə hətta əhəmiyyətli hadisələrdən kəskin stres yaranır və bədən özünü tənzimləyə bilir. Amma gündəlik qayğılar adlandırdığımız, fikir vermədiyimiz, bəzən də bu stres yaradar deyə düşünmədiyimiz gündəlik qayğılar xroniki stresə səbəb olur. Bu çoxlu deməli araşdırmalar aparıblar, hətta yaş qrupları arasında müəyyən yaş qrupları nəzərə alıblar. Məsəl üçün qadınlarda 22-35 yaş arası daha çox stresə məruz qalırlar. Hansı ki, öz övladları olur, onu məktəbə aparmalıdırlar, bağçaya aparmalıdırlar, həm işə getməlidirlər, iş yükü çoxdur. Həm ailə yükü, həm iş yükü, həm müəyyən maddi durumlar və s. gündəlik qayğılar dediyimiz, kiçik nəzərə almadığımız hallar xroniki stresə səbəb olur ki, xroniki stres də özünü somatik təzahürlər şəklində göstərir çox vaxt və yaş artdıqca da müəyyən xroniki xəstəliklərin əsas kök səbəblərindən birinə çevrilir. Qeyd etdiyimiz kimi, deməli, kəskin stres var, xroniki stres var. Stres orqanizmə necə təsir edir? Əsasən 3 sistem tərəfindən öz təsirini göstərir. Limbik sistemə təsir göstərir. Əsasən badama bənzər cismə və hipokampa. Limbik sistem tərəfindən vegetativ sinir sistemi aktivləşir.
e, böyrək üstü vəzin, e, deməli, beyin maddəsi aktivləşir, adrenalin, noradrenalin sintez olunur. Bu ilk saniyələrdə olur. Bu ümumiyyətlə stresin fizioloji komponentləridir. Yəni fizioloji olaraq belə baş verir və bir neçə dəqiqədən sonra isə kortizol sintezi olunur. Adrenalin sintez olunanda arterial təzyiqin qalxması, ürək döyünmə, qanda müəyyən qlukozanın və sairənin artması, həssaslıq yaranır. Normal bir, yəni fizioloji olaraq. Kortizol artanda isə ayıqlıq, həssaslıq, yaddaşın yaxşılaşması, qanda enerji mənbələrinin səviyyəsinin artması və s. Yəni stres əslində eustres dediyimiz, yəni fizioloji halda əgər yenidən orqanizm özünü bərpa edirsə, bu özü bir qoruyucu mexanizmdir. Təhlükələrdən qoruyan bir mexanizmdir. Amma davamlı olarsa, gündəlik qayğılar dediyimiz qayğılardan yaranarsa, davamlı olaraq hər gün tez-tez baş verərsə, o zaman artıq o kəskin vəziyyətdən çıxır, normal vəziyyətdən çıxır, allostaz vəziyyətindən, eustres vəziyyətindən çıxıb, artıq distres olur. Yəni, xroniki bir stres vəziyyəti yaranır. Bu slaydlarda deməli, yuxarıda izahatını verdim. Deməli, stres zamanı neyroendokrin mediatorların ifrazı ilə orqanizm cavab verir. Ona görə də somatik təzahürlərlə də özünü göstərir. Bəzən heç insan özü xəstə pasiyent, yəni həkimə demir ki, mən stres keçirirəm, əsəbləşirəm. Sadəcə o somatik təzahürlərini bildirir həkimə, şikayətlərini, yəni ürək döyünməm olur, yorğunam, yuxusuzam, yuxum pozulub. Soruşanda da streslə əlaqələndirə bilmir, çünki gündəlik qayğıları stres kimi qəbul etmir. Amma bu əlamətlərin hamısı real simptomlardır. Yəni, hətta həkim öyrənəndən sonra öyrəndi ki, bu simptomların arxasında stres durur. Yüngül baxılmamalıdır əslində buna. Ona görə ki, burada neyroendokrin mediatorların ifrazı ilə orqanizm cavab verir və bu maddələr isə söylədiyimiz simptomların yaranmasına gətirib çıxarır. Deməli, nəyi burada vurğulamaq istəyirəm? Deməli, neyroendokrin reaksiyadan əlavə bir də stres immun sistemi yollarını, iltihab zəncirini aktivləşdirə bilir. Müəyyən olunub ki, uzun müddətli stres zamanı, hətta kəskin stres zamanı da iltihab törədici markeri olan interleykin 6 və TNF alfanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Və bu yüksək qaldığı halda aşağı səviyyəli iltihab baş verir orqanizmdə, daim sönməyən bir iltihab olur. Və bu, deməli, göstərir ki, sosial stressorların somatik xəstəliklərə həssaslığın artmasını anlamaqda bizə köməklik edir. Hansı ki, çox stres keçirən adamlarda artıq somatik xəstəliklər də, iltihab xarakterli xəstəliklər də baş qaldıracaq deməkdir. Deməli, uzun müddətli stres reaksiyaları patoloji olaraq, daha doğrusu, deməli, xroniki stresə gətirir ki, kortizolun miqdarını artırır. Burada əsas təsir hipotalamus, hipofiz, böyrək üstü vəz arasında olan oxun aktivləşməsi və kortizolun bədəndə yüksək olması ilə əlaqədardır. Əbəs yerə deyil ki, kortizolun özünə stres hormonu deyilir. Deməli, kortizol biz bilirik ki, səhərə yaxın bədəndə yüksək olmalıdır, müəyyən qədər də günortadan sonra, axşama yaxın normaya azalmalıdır, yəni miqdarı və kortizol uzun müddət bədəndə yüksək qaldıqda qocalma prosesinin sürətlənməsi, qanda şəkərin artması, hiperlipidemiya, leptinə həssaslığın azalması, iştahın çox artması, visceral piylənmə, ateroskleroz və s. kimi xəstəliklərin başlanmasına təkan verə bilir. Eyni zamanda, deməli, kortizolun yüksək olması
melatonin sintezini zəiflədir, beləliklə yuxu pozulmasına gətirib çıxarır. Xəstə bəzən gecə yatır, deyir, yox, mən gecə yatıram, amma səhər dururam, sanki heç yatmamışam, yorğunam. Yəni gecə normal yatmayan insan səhər yorğun olur. Bu yorğunluq özü də stres yaradır və beləliklə qüsurlu bir dövran yaranır. Və bu qüsurlu dövranın qarşısı alınmasa daimi stres hormonunun yüksək olması müxtəlif xəstəliklərə təkan verə bilir. Eyni zamanda kortizolun yüksək olması cinsi hormonlarında normal sintez olunmasına, normal funksiyasına mane olur. Beləliklə cinsi sferada da dəyişiklik yaradır. Yuxuda, iştahada dəyişiklik yaradır, əzələ ağrıları yaranır. Yəni əmələ gələn dəyişiklik somatik xəstəlik kimi özünü biruzə verir. Eyni zamanda uzun müddət davam edərsə, hətta şəxsiyyət və davranış pozulmalarına qədər gətirib çıxarda bilir. Burada deməli stres halında müəyyən tədqiqatlar aparılıb, hormonal dəyişikliklər stresə qarşı müxtəlif reaksiyalar yaradır. Müəyyən olunub ki, kontraseptivlərin istifadəsi stresə qarşı reaksiyanı azaldır. Əksinə, hamiləlik zamanı stresə qarşı həssaslıq artır. Nikotin və kofeinin istifadə edən insanlarda onlarda kortizolun miqdarı, stresə qarşı kortizolun miqdarı artır, çoxalır. Yəni onlar da stresə çox həssas insanlar olurlar. Bir də qida ilə əlaqəsi var stresin. Belə bir tədqiqatları da var ki, tədqiqat aparılıb, yəni bir qrupa ac qarnına, bir qrupa isə qlukoza yeridilib. Kimə ki qlukoza yeridilib, onda kortizolun miqdarı artmayıb. Amma onlarda süni stres yaratmaqla təsir göstərəndə hansı insan ki ac qarnaydı, onun stresə qarşı reaksiyası daha güclü olub. Burada bizim atalar sözü deyim, bizim xalqda var, o öz yerini tapır, deyir, ürəyə yol mədədən keçir. Yaxud da ki, həmişə deyirlər ki, ac adam daha əsəbi olur, daha tez qıcıqlanır və s. Bundan başqa əkizlər və qohumlar üzərində aparılmış tədqiqatlar göstərir ki, psixososial stres vaxtı genetik amillər kortizolun artması reaksiyasında mühüm rol oynayır. Həqiqətən də bəzən biz bilirik ki, hansısa bir ailəni, hətta hansısa bir nəsildə bilinir ki, bunlar çox əsəbidirlər, çox tez reaksiya verirlər və s. Cinslər arasındakı fərqə baxsaq, kişilər qadınlara nisbətən daha həssas olur. Deməli, stresin ən çox rast gəlinən somatik əlamətləri, bunu mən elmi mənbələrdən yerləşdirdim. Yəni, baş ağrısı, yorğunluq, ürək döyünmə, qarın ağrısı, köp, nəfəs çatmaması hissi, boyun və çiyin ağrıları, deməli, ən çox rast gəlinən somatik şikayətlər sırasındadır. Bu şikayətlər rast gələndə, birinci biz həkimlər ümumiyyətlə somatik xəstəliyi, üzvü xəstəliyi mütləq inkar etməlidirlər. Yəni müayinələr aparılmalıdır. Yəni hər bu simptom olanda stres diaqnozu qoymaq olmaz. Sözsüz bunu hamımız bilirik. Yəni ciddi araşdırılmalıdır. Somatik xəstəliyə diaqnoz qoyulmalıdır. Amma deməli streslə əlaqəli simptomlar uydurma deyil. Yəni biz biləndə ki, somatik xəstəliyi yoxdur, həkim biləndə ki, somatik xəstəliyi yoxdur, səndə bu problemlər stresdən yaranıbdır, fikir vermə heç nəyə və s. Bunu deməklə biz xəstəni bu simptomlardan azad edə bilmərik. Düzdür, əslində stresi törədən, stres soru aradan qaldırmaq lazımdır birinci növbədə. Amma əgər bu dediyimiz kimi xroniki stres gündəlik qayğılardan doğursa, onu aradan qaldırmaq çox çətin məsələdir. Əgər onun ailəsi ilə bağlıdırsa, maddi durumu ilə bağlıdırsa, işi ilə bağlıdırsa, işdəki müdiriyyəti ilə bağlıdırsa, stres soru aradan götürmək hamı üçün məqbul deyil, çətin məsələdir. Burada
e, əvvəldə göstərdiyim kimi, Selyenin dediyi kimi, deməli, biz stressdən ölmürük, stressə orqanizmin verdiyi cavab reaksiyasından ölürük. Yəni elə bir tədbirlər aparmaq lazımdır ki, orqanizmin cavab reaksiyası normallaşsın, optimallaşsın və bir növ stresi idarə edə bilsin. Bundan başqa xroniki stres artıq təsdiqlənib ki, müxtəlif xroniki xəstəliklərin kökündə duran vacib səbəblərdən biridir. Hər hansı bir xroniki xəstəliyi müalicə etdikdə, əgər xroniki stres onun yaradan faktorlardan biridirsə, onun da aradan qalxması mütləqdir. Aradan qalxmasa, müalicəmizin effekti olmayacaq deməkdir. Vacib məqam, yuxarıda qeyd etdiyim kimi, stres diaqnozu hər şeyə verilən cavab olmamalıdır. Əvvəl üzvü səbəbi axtar, sonra stresi düşün. Və stresdən yaranıb deyəndə birinci anemiyanı, hipertireozu, aritmiyanı, yuxu apnesini, B12 çatışmazlığını və s. nəzərə alıb onları istisna etməliyik. Üç burada klinik hal yerləşdirmişəm. Üçünü də deməli elmi mənbələrdən götürmüşəm, linkini də yerləşdirmişəm. Deməli 14 yaşlı qız 4 aydır qarın ağrısı var. Qarında sancılar, ağrı narahat edir onu. Hər gün bu ağrılar davam edir. Artıq uşaq məktəbdən qalmağa başlayıb. 4 aydır həkimə müraciət edir, amma müayinə olunub. Alarm simptomları yoxdur, çəki itkisi yoxdur, gecə ağrısı yoxdur, laborator müayinələri normaldır. Ağrı davam edir, şikayət davam edir. Bir neçə vaxtdan sonra müəyyən ediblər ki, uşaq narahat xarakterli uşaqdır, dərslərində yüksək nəticə göstərməyə çalışır, məktəbdən geri qalmaqdan qorxur. Və bu hallar uşaqda stres yaradıb, bu stres nəticəsində belə ağrılar baş qaldırıb. Bu bir klinik hal, yəni bir uzun müddət 4 ay ərzində uşağın diaqnozu aydınlaşa bilməyib, 4 aydan sonra bunu artıq streslə əlaqəli olduğunu qeyd ediblər. İkinci bir klinik hal ürək döyünmə. Deməli, ürək döyünmə ilə müraciət edən pasiyentə panik atak diaqnozu qoyulub, anksiyete diaqnozu qoyulub. Bu da bir neçə müddət güclü ürək döyünmədən, narahatlıq hissindən hər dəfə olmayanda, yəni arada bir tutan güclü ürək döyünmədən, narahatlıq hissindən təkrarlayan tutmalarla şikayət edir həkimə. Buna da deməli panik atak diaqnozu qoyulur, streslə əlaqələndirilir, amma sonradan məlum olur ki, xəstədə supraventrikulyar taxikardiya var. Yəni həmişə somatik xəstəlik yaxşı öyrənilib, inkar olunmalıdır. Üçüncü, deməli, klinikal yeniyetmədə baş ağrısı və stres, 16 yaşlı yeniyetmədir, təkrarlayan baş ağrıları, imtahan dövründə artma, yuxu pozğunluğu. Ümumiyyətlə, Almaniyada aparılmış məktəb əsaslı tədqiqatda stresin yeniyetmələrdə miqren və gərginlik tipi baş ağrıları ilə əlaqəsi göstərilmişdir. Deməli, iki klinik halda streslə əlaqədardır. Deməli, supraventrikulyar taxikardiyada isə burada orqanik, üzvü deyək bir xəstəlik var, somatik bir xəstəlik var. Burada isə səhvən streslə əlaqələndiriblər. Deməli, dünyanın hər yerində yanlış diaqnozlar var. Nəticə deyə bilərik ki, nəticədə bəzən xəstənin ürəyi sağlamdır, amma streslidir, bəzən mədəsi sağlamdır, amma streslidir, bəzən analizlər normaldır, amma xəstə həqiqətən əziyyət çəkir. Yəni, streslə olan simptomlarda da xəstə həqiqətən əziyyət çəkir. Çünki orada neyroendokrin, immun dəyişikliklər olur, müxtəlif mediatorlar sintez olunur ki, onlar həmin simptomları yaradır. Stres aradan qalxmasa, həmin simptomlar aradan qalxmır. Stresin yaratdığı somatik təzahürlərin, ümumiyyətlə, xroniki deyək, stresin yaratdığı dəyişikliklərin
müalicəsinə kompleks yanaşma tələb olunur. Xəstəni dinləmək, aydınlaşdırmaq ki, nədən yaranıb bu, eyni zamanda xəstəyə izah etmək. Burada məsəl üçün xəstəyə məsləhət veriləndə ki, yuxuya riayət eləməlisən, fiziki aktivlik, idman eləməlisən. O xəstəyə ağır gəlir, çətin gəlir, vaxt etibarilə gücünə görə, gücü çatmır, yaxud vaxt etibarilə ağır gəlir, amma düzgün izahat olanda, xəstəni dinləyib, onun stresini tapıb və bu stresin nə yarada bilər, nəyə görə onda bu simptomlar üzə çıxıb və gələcəyə nə ola bilər? Bu ona izah olunanda artıq xəstə motivasiya olur ki, həkimin dediklərinə əməl etsin. Yuxu vacib məqamlardan biridir. Deməli, axşam saat 11-də, onu deyək ki, tez olar, bəzən 10 deyilir. 11-də yatıb, səhər erkən oyanmaq lazımdır. Yatmamışdan heç olmasa yarım saat qabaq telefonu kənara qoymaq, işıqları söndürmək, söndürüb yatmaq lazımdır ki, melatonin sintezi yaxşı olsun, normal yuxuya getsin, yuxunun bütün fazaları normallaşsın. Deməli, bu kompleks yanaşmada mövzunu hazırlayarkən bir çox mənbələrə toxundum. Fiziki aktivliklə bağlı maraqlı mənim özüm üçün çox maraqlı gəldi. Məlumat aldım, onu da sizinlə bölüşmək istəyirəm. Biz həkimik, pasientlərimizə çatdırarıq, öz yaxınlarımıza çatdırarıq, özümüz riayət edərik, öz əzizlərimiz riayət edər. Yəni, düşünürəm ki, çox vacib məqamdır. Deməli, uzun illər ərzində Amerikada professordur, Windy Suzuki adında. Deməli, bu bütün öz fəaliyyətini hipokampusun öyrənilməsinə sərf edibdir. Hipokampus da bilirik ki, stresə məruz qalan limbik sistemin əsas komponentlərindən biridir. Hətta belə bir məlumatlar var ki, xroniki stresi olan insanlarda hipokampusun ölçüsü çox kiçik olur. O MRT-də baxan, yəni müayinələr zamanı müəyyən edirlər ki, hipokampusun ölçüsü normadan çox kiçilibdir. Hipokampus da çox vacib bir komponentdir. O bütün beynin deməli həm beyin yarımkürələrini limbik sistem ilə, beynin digər hissələri ilə əlaqələndirən bir komponentdir. Hətta vaxtına yəqin hamının yadındadır ki, deməli, hipokampusla əlaqəli olan qıc olması olan bir şəxsdə hər iki tərəfdə hipokampus çıxarılmışdı və o şəxsin adı baş hərfləri ilə adlanırdı. HM idi, səhv etmirəmsə. Deməli, ondan sonra düz 20 il yaşayır həmin adam. 20 ildə bir nəfərin olsun adını yadında saxlaya bilmir. Adi bir məlumatı bir saniyədən artıq yadında saxlaya bilmir. Yəni, hipokampus bu qədər vacibdir. Yaddaş üçün, qavrayış üçün, xatırlama üçün, yadda saxlama üçün, kognitiv funksiyalar üçün olduqca vacib bir komponentdir. Onun normal fəaliyyəti insanın deməli, həm davranışına, həm emosiyalarına sirayət edir. Məhz bu Amerikan professoru da öz işini həmin hipokampusun öyrənilməsinə sərf etmişdir. O, deməli, ümumiyyətlə biz əvvəl belə deyilirdi ki, yeni sinir hüceyrələri əmələ gəlmir. Nə qədər sinir hüceyrələri varsa insanda o öz fəaliyyətini göstərir. Amma indi müəyyən olunub ki, deməli, yeni sinir hüceyrələri əmələ gəlir. Bu, amma hələlik ki, hipokampusa aiddir. Yəni, hipokampusda yaşından asılı olmayaraq yeni sinir hüceyrələri əmələ gələ bilir. Və o insanın yaddaşını, diqqətini, konsentrasiyasını, kognitiv funksiyalarını, davranışlarını, emosiyalarını təmin edir də, bərpa edə bilər, normal saxlaya bilir. Deməli,
Nə demək istəyirdim? Suzuki bildirir ki, fiziki aktivlik hipokampusun məhz fiziki aktivlik nəticəsində hipokampusun ölçüsü böyüyə bilər. Yeni orada hüceyrələr əmələ gələ bilər. Fiziki aktivlik deyəndə də bu adi ev işləri deyil. Yəni gündə 30 dəqiqə ürək ritmini artıran, qan dövranını artıran ciddi fiziki aktivlikdən gedir. Məhz bu idman ola bilər, müxtəlif növ idmanlar, üzgüçülük, velosiped sürmək, rəqs etmək və s. Yəni ürək ritmi, qan dolaşımı hızlanmalı, sürətlənməlidir. Bu zaman beyində iki şey baş verir. Bir orada serotonin, noradrenalin, bir də dopaminin sintezi yaxşılaşır. Bu da insanın xoşbəxtlik hormonudur. Özünün emosiyalarını yaxşılaşdırır, sakitləşdirir. Noradrenalin ayıqlığına kömək edir, diqqətinə, konsentrasiyasına kömək edə bilir. Dopamin isə bilirik ki, hərəkətliyinə, onun motivasiyasına və eyni zamanda sakitləşməsinə kömək edir. Bir də orada BDNF sintez olunur. Deməli, ingiliscə baş hərfləridir. Azərbaycan dilində beyin, bu deməli, beyin mənşəli sinir böyüdücü faktor. Yəni güclü qan dövranı olanda idman nəticəsində, hərəkətlilik nəticəsində beyin mənşəli deməli böyüdücü beyin mənşəli sinir böyüdücü faktor sintez olunur ki, o da hipokampusda yeni hüceyrələrin doğulmasına kömək edir. Hətta bu deməli professor Suzuki bildirir ki, hipokampus nə qədər topbuş olarsa, kök olarsa, insan o qədər sağlam olar. Hətta Alzheimer'dan qoruyar onu. Ona görə fiziki aktivlik həddən artıq vacibdir. Özdə bu bir gün olsun, bir gün olmasın, yox. Heç olmasa həftədə 3-4 dəfə, yaxud hər gün 30 dəqiqə olmaqla davam etməlidir. Bundan başqa Suzuki bildirir ki, deməli, idman, meditasiya, hərəkət et, yaxşı yat, bu hipokampusun funksiyasını yaxşılaşdırır. Meditasiyada zamanı bu da bizim namazımız da buna uyğundur. Yəni namazla da meditasiyanı həyata keçirmək olar. Yəni deməli fiziki aktivlik, psixoloji dəstək, lazım olduqda psixiatr konsultasiyası və s. bunlar hamısı inteqrativ tibbi yanaşmasıdır. Yeri gəlmişkən onu deyim, mövzumuzun adı buydu ki, inteqrativ yanaşma necə olmalıdır? İnteqrativ tibb həm akademik tibbi, həm də tibbin digər qollarını özündə birləşdirir. Bu qollardan biri də biotənzimləyici təbabətdir. Biotənzimləyici təbabət baxımından stresin idarəsi alarmı susturmaq deyil, sistemi yenidən tənzimləməkdir. Sistemi yenidən tənzimləmək üçün, stresi idarə etmək üçün biotənzimləyici preparatlardan həm monoterapiya kimi, həm də kompleks terapiyanın tərkibində istifadə oluna bilər. Məsəl üçün, kəskin stres zamanı tək niroksanın istifadəsi kifayət edir. Amma əgər uzun müddətli xronikləşibsə, artıq xroniki xəstəliklərin kökündə duran səbəblərə çevrilibsə, sözsüz ki, orada stres oxunu, endokrin, immun, hormonal sistemləri, matriksi, mitoxondrini dəstəkləmək üçün biotənzimləyici müalicə kursu aparılmalıdır. Çünki bu sistemlər kortizolun effektinə çox həssasdırlar. Kortizolun effektindən onların funksiyaları zəifləyə bilir. Neyroksan nəyə görə deyirik ki, stresin idarə olunması üçün hazırlanan bir preparatdır. Neyroksan məhz dedik ki, yəni stresin hətta indi də deməli baxmayaraq ki, 50 ildən çox keçib stres termininin elmə gətirildiyindən hələ də stresin idarə olunması üçün vasitə axtarışındadır. Praktik tibb həkimləri və stresin idarə olunması hələ də çətindir. Məhz neyroksan preparatı da stresin idarə olunması üçün hazırlanmış biotənzimləyici preparatdır. Nəyə görə belə deyilir? Çünki neyroksanın tədqiqatları var, çox saylı
PubMed-də də yerləşdirilib, baxa bilərsən. Neurim adında tədqiqatı var, çox saylı tədqiqatları var. Bu tədqiqatlarla sübut olunub ki, Neuraxan həm limbik sistemin funksiyasını yaxşılaşdırır, stressə cavabı optimallaşdırır, həm vegetativ sinir sisteminin, həm EEG vasitəsilə mərkəzi sinir sisteminin sakitləşdirdiyini, həm də hipotalamus, hipofiz, böyrəküstü vəz oxunu normallaşdırmaqla kortizolun miqdarını azaldır. Yəni funksional MRT ilə aparılan tədqiqat aparılıb iki qrup insan üzərində bir qrupuna Neuraxan verilir, bir qrupuna verilmir. Hardakı Neuraxan verilib, onlarda deməli süni streslər yaradılıb, hər iki qrupda süni streslər yaradılıb, hardakı Neuraxan verilib, görürlər ki, funksional MRT ilə yoxlayanda görürlər ki, limbik sistem orada normaldır. Yəni, çox qıcıqlanmır. Vegetativ sinir sistemi eyni zamanda adrenalin normal sintez olunur və kortizol ağız suyunda da kortizolun, daha doğrusu ağız suyunda kortizolun miqdarının azalması görünür orada. Bir də EEG vasitəsilə mərkəzi sinir sisteminin oyanıqlığının normal olduğu, orada dalğaların normal olduğu aydınlaşır. Beləliklə, bu tədqiqatlara görə, həm də Neuraxanın özünün tərkibindəki maddələrin təsirinə görə müəyyən olunub ki, Neuraxan məhz bədəni stresə dözümlü edir. Stresdən yaranan yuxusuzluğu aradan qaldırır, gecə yuxusunu normallaşdırır. Gecə yaxşı yatan insan səhər ayıq olur, yorğun olmur və belə deyim, Neuraxan elə bil ki, o stres nəticəsində yaranan qüsurlu dövranı dayandırır. Stres, yorğunluq, yuxu pozğunluğu yenidən bu səbəb olur. Daha da artır stres, yorğunluq, yuxu pozğunluğu. Neuraxanın deməli təyin olunması ilə nəyi demək istəyirəm? Yəni biz bayaq onu qeyd etmək istədim ki, xəstəyə yaxud pasiyentə deməklə ki, stresdən uzaq dur, yaxud ki, çox fikir vermə, hətta belə bir deyim də var da, deyir, problemi həll edə bilmirsənsə, yox edə bilmirsənsə, qaça bilmirsənsə, ona öz baxış bucağını dəyiş. Amma bunu biz deməklə heç kim baxış bucağını dəyişə bilmir. Məhz Neuraxanı təyin etməklə 8 həftə, gündə bir tabletkadan gündə 3 dəfə, 8 həftə müddətində bir müddətdən sonra pasiyent özü hiss edəcək ki, artıq o əvvəl tez qıcıqlandığı, tez əsəbləşdiyi hadisələrə qıcıqlanmır, əsəbləşmir, əksinə onlara həll etməyə özündə güc tapır, səbir tapır, yaddaşı yaxşılaşır, diqqəti yaxşılaşır, kognitiv funksiyaları yaxşılaşır. Çünki bunlar hamısı limbik sistemlə və hipotalamus, hipofiz, böyrəküstü vəz oxu ilə birbaşa, yəni kortizolun normal miqdarı ilə birbaşa əlaqədardır. Beləliklə, deməli, göstərişdə Neuraxan yuxusuzluqda, narahat yuxuda, daxili gərginlikdə, imtahan stresi və həyəcanı, hamilə və süd verən analarda həyəcan, gərginlik, əsəbilik, klimaks dövründə olan qadınlardakı dəyişikliklər, bir də zehni işlə məşğul olanlarda əqli yorğunluq. Zehni işlə məşğul olanlarda da stres həddən artıq çoxdur. Müəllimlərdə, abituriyentlərdə, tələbələrdə Neuraxanla onların stresi idarə etmə güclərini artırmaq mümkündür. Gecə yuxusunu normallaşdırmaq, yaddaşlarını yaxşılaşdırmaq mümkündür. Neuraxan deməli uzun müddət istifadəsi çox effektivdir. Uzun müddət istifadəsi nəinki zərərli deyil, əksinə problemin kökündən həll olmasına kömək edən bir preparatdır. Bu da onun yuxarıda qeyd etdiyim kimi limbik sistemə, vegetativ sinir sisteminə və kortizolun miqdarına təsiri ilə əlaqədardır. Gündüz yuxululuq vermir. O Neuraxan deməli
fizioloji funksiyaları etməyə yönəlir, bərpa edir. Beləliklə, o ancaq gecə yuxusunu normaya salır. Baxmayaraq ki, gündə 3 dəfə verilir, gündüz o pasientlərdə yuxululuq yaranmır, avtomobil idarə edənlər, elektrik dəzgahlarında çalışanları da rahatlıqla istifadə edə bilər. Bu da onun tərkibi ilə əlaqədardır. Tərkibini açıb baxsanız, ümumiyyətlə bu biotənzimləyici dərmanlar xüsusi üsulla hazırlanır, durlaşma, potensiallaşma üsulu ilə hazırlanır. Bu belə hazırlanmaqda da məqsəd ondan ibarətdir ki, bədənimizdə olan neyromediatorların, interleykinlərin, hormonların miqdarında olsun. Yoxsa sintetik üsulla da ala bilərlər də bu həmin komponentlərdən dərmanı. Məhz ona görə alınır ki, o bədəndə bizi idarə edən maddələrin miqdarında olsun. Ona görə Neyroksanın deməli istifadəsi orada tərkibinə baxsanız görəcəksiniz ki, orada D-lərdə elə fərqlər var ki, o gecə yuxusunu yaxşılaşdırır, gündüz isə insanı ayıq saxlayır. Çoxlu tədqiqatları var, həddən artıq çox. PubMed-də yerləşdirilib, linklərdən kim istəyirsə baxa bilər. Amma qeyd etdiyim kimi stresin idarəsi, alarmı susturmaq deyil, sistemi yenidən tənzimləməkdir. Biotənzimləyici terapiyanın elə əsas məqsədi də orqanizmin öz fizioloji funksiyalarını dəstəkləməkdən, tənzimləməkdən, regenerasiya etməkdən ibarətdir bu preparatlar. Yəni xronikidirsə, uzun müddətlidirsə, ona həmin pasientlərə həm Neyroksan, həm də Tonzilla kompozitum, Cerebrum kompozitum, Koenzim və Ubiquinol kompozitum təyin edilir. Sinir sistemini dəstəkləmək üçün, immun sistemi, böyrək üstü vəzi dəstəkləmək üçün, bir də mitoxondriləri dəstəkləməkdən ötürü. Eyni zamanda stresə məruz qalan insanlar mütləq yüksək dozalı vitamin C-dən istifadə etməlidirlər. Çünki stresli insanın beyni daha çox fəaliyyət göstərir, orada daha çox oksidantlar yaranır, oksidativ stres yaranır və bu oksidativ stresin qarşısını almaq üçün antioksidant tələb edir. Bundan başqa beyində olan, deməli, oksitosin, serotonin, melatonin sintezi, dopaminin sintezi, noradrenalinə, dihidrooksifenil alaninin noradrenalinə çevrilməsi və s. üçün vitamin C lazımdır. Onu da az dozalarda vitamin C bağırsaqdan bilirik ki, müəyyən miqdarda sorula bilir. Nə qədər onu çox qəbul etsək də az sorulur və az dozalarda bədənə düşən vitamin C bütün bu funksiyaların yerinə yetirməyə çatmır, bəs etmir deyim. Bu yerdə iki dərman haqqında da məlumat vermək istəyirəm sizə. Çünki biotənzimləyici preparatları istifadə edən həkimlərdə belə bir sual yaranır ki, harda Neyroksanı təyin edim, harda Valerianaheli təyin edim, harda Nirvoheli təyin edim. Neyroksanın yeri aydın oldu. Streslə bağlı, gündəlik qayğılarla bağlı, deməli, yuxu pozğunluğu, yorğunluq, diqqətsizlik, əsəbilik, narahatlıq yəni patogenetik olaraq bu həlqələrə təsir etmək üçün Neyroksan istifadə ediləcək. Valerianahel əvvəllər belə bir terminlər var idi da, deyirdilər kardionevroz və s. İndi bildiyim qədərlə yoxdur bu, amma əvvəl işlənirdi. Yəni, haradakı əsəbləşir, əsəbləşən kimi ürəyi döyünür, əllərə əsir, tərləyir, narahat olur. Həmin vaxt Valerianahelin qəbulu tez bir müddətdə 5-6-10 dəqiqənin içində xəstəni rahatlandırır. Simptomatik, tez sakitləşdirən bir dərman kimi istifadə edə bilərlər. Valeriandan çox fərqlidir, tərkibində çoxlu komponentlər var. Eyni zamanda tərkibində 3 bromu var. Özdə bu bromlar durlaşma, potensiallaşma üsulu ilə alınıbdır. Çox kiçik dozalardadır, əlavə təsirləri yoxdur ona görə. Bu cür deməli, tez əsəbləşən, tez-tez ürək döyünməsi olan, adi bir xəbərdən ürək döyünməsi olan, panika qapanan insanlar Valerianaheldən istifadə edə bilərlər. Onların stol üstü dərmanları ola bilər.
Valeriyanın özü, Valerian Ahel bilirik ki, mərkəzi sinir sistemindəki əsas mediatorlardan biri olan GABA-nın vasitəçiliyini gücləndirməklə sinir sisteminə sakitləşdirici təsir göstərir. Eyni zamanda serotonin sintezini yaxşılaşdırır. Serotonin də melatonin sələf edir. Melatonin sintezinə təsir göstərir. Həm deməli anındaca anındaca sakitləşdirir. Eyni zamanda bunun da gündə 3 dəfə təyini əhval-ruhiyyənin yaxşılaşmasına, sakitləşməyə, yuxu ritminin tənzimlənməsinə gətirib çıxarır. Nervohel isə belə qeyd edim ki, deməli, əhval-ruhiyyəsi aşağı olan, apatiya vəziyyətində olan, hər şeyə laqeyd olan, depressiv bir vəziyyətdə olan insanların dərmanıdır. Qısa bunu belə deyə bilərəm. Nervohelin, onu qeyd edim ki, lorazepamla tədqiqatı var. Deməli, müəyyən olunub ki, nəticə eynidir, təsiri eynidir, yəni müsbət effektləri eynidir, simptomları aradan qaldırması eynidir. Amma nəzərə alsaq ki, Nervohel dözümlülük çox yaxşıdır. Bax, tədqiqatdan göründüyü kimi çox yaxşı və yaxşı 95%-dən də yuxarıdır. O mənada Nervohelin istifadəsi daha üstündür, əlavə təsiri yoxdur, əks göstərişi yoxdur, uzun müddət istifadəsi tam təhlükəsizdir. Lorazepam və o qrupdan olan, o təsirə oxşar dərman təyin etmək istəyən həkimlər Nervoheli rahatlıqla təyin edə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız varsa cavablar. Axşamınız xeyir Yeganə xanım. Axşamınız xeyir. Çox sağ olun, gözəl məlumatlar verdiniz. Çox aktual preparatlar haqqında danışdınız. Belə bir sual gəldi Yeganə xanım. Bir ay öncə mədə əməliyyatı keçirilmiş 70 yaşlı onkoloji xəstə. Kimya terapiya ava Neyraksan istifadə edə bilər bu xəstə və əgər ava bilsə neçə gündə, neçə dəfə içməlidir, qəbul eləməlidir? Birinci Allah şəfa versin. Ala bilər əlbəttə ki, deməli bir tabletkadan gündə 3 dəfə, ən az 8 həftə. O xəstəni sakitləşdirəcək də, belə deyək, stresini idarə edəcək. Sözsüz ki, o cür xəstələr stres altındadırlar, xəstənin stresini idarə edəcək. Onu da qeyd edim ki, sadəcə məlumat üçün deyim ki, yüksək dozalı vitamin C-dən istifadə edə bilərlər, eyni zamanda lap öz həkimləri ilə məsləhətləşə də bilərlər bu haqda. Helixor preparatından istifadə edə bilərlər. Yəni kimyaterapiya ilə yanaşı olaraq bir də bioloji təbabət klinikasında ümumiyyətlə məlumat verirəm ki, həkimlərin məlumatı olsun, kiminsə xəstəsi ola bilər. Hipertermiya aparatı gətirilibdir. Bu da təsdiqini tapmış bir müalicə metodudur. Yəni onkoloji xəstəliklərdə çox yaxşı effektləri var. Bax, internetdən oxuya da bilərlər, maraqlana da bilərlər. Kim istəyirsə müraciət də edə bilər xəstələri, yəni. Bəli, çox sağ olun. Sizə təşəkkür bildirirlər həkimlər. Bir də sual gəldi. Parkinson xəstəliyində 75 yaşlı qadında istifadə etmək olar bu preparatı Neyraksan? İstifadə etmək olar, əlbəttə ki, amma Parkinson xəstəliyində mütləqdir ki, ona daha kompleks yanaşılsın. Yəni, Neyraksanı istifadə etməklə müəyyən sakitləşəcək, düzdür. Amma artıq Parkinson vəziyyətinə gəlib çatıbsa, ona kompleks biotənzimləyici müalicə lazımdır. Kompleks biotənzimləyici müalicə çox yaxşı effekt verər. Ən az xəstəni həmin vəziyyətdə saxlayacaq, ən az. Amma xəstə
Xəstə özü görəcək ki, yəni həkim özü də görəcək ki, xəstədə çox irəliləyiş oldu. Biz bilirik ki, Parkinson nə qədər dərman qəbul etsə də, hətta o elektrodlar qoyulsa da, bir müddətdən sonra onlarda müəyyən əqilli dəyişikliklər olur, psixoloji dəyişikliklər olur, yaxud dərmanın miqdarı getdikcə artır. Parkinsonla olan xəstələrdə bioloji təbabət klinikasının çox yaxşı nəticələri var. Söhbət bu xəstə tam sağaldı, tam sağlam oldudan getmir, amma özünü idarə edir, ağırlaşmır, e, dərman qəbulunu azaldır. Bunların hamısı böyük nəticələrdir. Yəni onu qeyd etmək istəyirəm ki, Niroksanı qəbul edə bilər, amma yaxşı olar ki, xəstəsi biotənzimləyici müalicə alsın. Heç olmasa Leyla xanım, bir bunda qeyd edim ki, heç olmasa ola bilsin ki, rayonda yaşayırlar, ola bilsin gələ bilir, bilmirəm. Heç olmasa e, Parkinsonla olan xəstələrinə e, həm qidasını normaya qoysunlar birinci növbədə. Onların qidasından şəkəri, süd məhsullarını, karbohidratları mümkün qədər azaltsınlar. Eyni zamanda deməli drenaj detoksikasiya sxeminə aparsınlar. Bizim yəqin ki, nümayəndəmiz yaxınlaşır həmin həkimə, nümayəndədən ala bilərlər sxemi. Onun içinə hətta cerebrum kompozitum, koenzim, ubiquinon əlavə edib bunları istifadə edə bilərlər ki, xəstənin vəziyyəti e, geri dönsün, yaxşılaşsın, ağırlaşmasın və s. Amma yaxşı olar ki, bizim nevroloqlara nə mənada? Bizim onlar artıq bioloji təbabət klinikasına, yəni demək istəyirəm, onlar artıq təkmilləşiblər o üzrə, Parkinson xəstəlikləri üzrə, Alzheimer üzrə, dağınıq skleroz üzrə təkmilləşiblər. Bir yaxınlaşıb məsləhət almaq daha yaxşı olar ki, xəstənin individuallıq çoxdur da, o xəstəyə individual olaraq müalicə təyin olunsun. Neyroksanla bu sualı yəqin demək istəyirdiniz. Nervohelin fərqini bir də deyərdiniz. Neyroksan stresi idarə etmək üçün hazırlanıbdır. Stres faktorunu çox yaxşı, yəni stresi idarə edir. Stresdən yaranan yuxu pozğunluğunu, yorğunluğu, ürək döyünməni, əhval-ruhiyyə dəyişikliyini aradan qaldırır. Nervohel isə deməli daha çox əhval-ruhiyyəsi aşağı olan, e, depressiya meyilli olan, apatiyası olan, laqeyd olan, əhval-ruhiyyəsi aşağı olan pasiyentlərin dərmanıdır. Bunun fərqi bundan ibarətdir. Yəni, harda o cür pasiyent var, ona nervohel təyin edə bilərsiniz. Neyroksanı antidepressantla birlikdə istifadə edə bilərikmi? Əlbəttə istifadə edə bilərsiniz. Antidepressantın da effektini yaxşılaşdıracaq və belə deyim də, daha tez antidepressant preparatdan çıxmağa kömək edəcək Neyroksan. Neyroksanın hətta bu sualla bağlı məlumat verim ki, Almaniyada tədqiqata aparılıb. Orada baxa da bilərlər həkimlər, yəni Hayak adında professordur, psixiatrdır. Neyroksanı çox istifadə edən bir psixiatrdır. Yəni əvvəldən yox, COVID dövründə əsasən sınayıb onu xəstələrində, sonradan çox yəni effektini görüb çox istifadə edir və belə bir neçə həkimlə bir yerdə belə bir tədqiqat aparıblar. Bu tədqiqat əslində belə orada yığılan reseptlərə görə xəstələrə hazırlanıbdır. Deməli, 7000 üstündə xəstə üzərində aparılıb, hər qrupda 7000 üzərində xəstə olub, bir qrupa verilib antidepressantlar, bir qrupa Z preparatları, yuxu üçün preparatlar, bir qrupa isə verilib Neyroksan.
və bir ildən sonra təkrar müayinələr, araşdırmalar nəticəsində müəyyən ediblər ki, Niroksan verilən qrupda təkrar yuxu pozulması ilə müraciət, təkrar depressiya ilə müraciət digər qruplara nisbətən daha az olubdur. Yəni bu qədər effektli olduğunu Almaniyada psixiatr Hayek və həmin qrupda iştirak edən həkimlər təsdiqləyirlər. Belə bir sual da var. Niroksanla eyni vaxtda Nervohel vermək olarmı? Əlbəttə vermək olar. Əgər həm əhval-ruhiyyəsi aşağıdır, həm stresli bir vəziyyəti varsa, ikisini də təyin etmək olar. Hətta belə bir sxem var ki, səhər günorta Nervohel təyin olunur, axşam isə 2 tabletka yatmazdan bir saat qabaq Niroksan dil altına qoyulur. Bir yerdə də təyin edə bilərsiniz. Yuxululuq verməz ki, səhər yuxululuq verməyəcək, Nervohel də gündüz yuxululuğu vermir. Narahat olmayın. Nervohel əhval-ruhiyyəsini düzəldəcək xəstənin. Əhval-ruhiyyəsini normallaşdıracaq. Niroksan isə yalnız gecə yuxusu verir. Qəti narahat olmayın. Avtomobil idarə edir, elektrik dəzgahında işləyir, yuxusu tutar bunun. Yaxud o gün bir sual oldu ki, gündə 3 dəfə versək oyanıqlıq olar. Qətiyyən, yəni artıq neçə illərdir ki, bu istifadə olunur. Həddən artıq da çox tədqiqatı olan preparatdır. PubMed-də də girib baxa bilərsiniz. Yuxululuq verməyəcək. Effekti neçə müddətdən sonra effekti hiss olunacaq. Effekti baxır vəziyyətinə, xəstənin vəziyyətinə. Əgər kəskin bir stres vəziyyətindədirsə, imtahan stresidirsə, hətta imtahandan bir saat qabaq hər 15 dəqiqədən bir tabletka dil altına qoyur, gedir, rahat olur orada. Amma xroniki bir vəziyyətdədirsə, 8 həftədən sonra tam effekti hiss edəcək və artıq özündən asılı olmayaraq görəcək ki, əvvəl əsəbləşdiyi, əvvəl narahat olduğu hallara indi narahat olmur. Niroksanla həyəcanlanmanı müalicə etmişəm, doktor yazıb. Yəqin ki, streslə bağlı həyəcanlanmaymış, çox güman ki. Bir də nəfəs texnikaları, həyəcanlanmada, panik atakda, orada deyəsən qeyd etmədim. Mən özüm də onu çox pasiyentin üstündə sınamışam. Nəfəs texnikaları da olduqca effektlidir. O da bilirsiniz də azan siniri aktivləşdirir. Beləliklə də panikanı aradan qaldırmağa kömək edir. Hiperaktiv uşağa Niroksan vermək olar. Olmağına olar. Amma nədəndir o hiperaktivlik? Onu aydınlaşdırmalıyıq. Çox vaxt mədə bağırsağı ilə bağlı olur, qidalanması ilə bağlı olur. Yəni səbəb aradan götürə biləcəyimiz səbəbləri aradan götürməliyik mütləq. Ola bilsin ki, o uşaq şirniyyatla çox qidalanır, süd məhsulları ilə çox qidalanır. Əsasən şirniyyat, karbohidrat qidasında çoxdur. Ola bilsin ki, nə deyirlər ona, atışdırmalarla çox qidalanır. Onlar mütləq yığışılmalıdır. Yuxu rejimi mütləq normaya qoyulmalıdır, vaxtında yatmalıdır və Niroksan da qəbul edə bilər. Yəni, səbəb aydınlaşmalıdır ki, hiperaktivliyi verən nədir? Çox vaxt mədə-bağırsaq sistemidir. Mədə-bağırsaq sisteminin florası normal olmayanda, qidalanma normal olmayanda, həzm normal olmayanda beyin-bağırsaq oxu var da, o uşaqlar hiperaktiv olurlar. Yəni, sağaltmaq üçün hamımız həkimlikdə bir dərmanı verməklə mümkün deyil. Hətta bayaq adını çəkdiyim Suzuki bildirirdi ki, belə bir onun misalı vardı ki, sağalmaq üçün lazım olan şərtlər sizin öz əlinizdədir. O da həkimdir də, xəstələrə bildirir ki, bu dərmanlarda deyil, o sizin öz əlinizdədir. Yəni, rejim normaya qoyulmalıdır. Normaya qoyulmasa, heç bir dərman effekt verə bilməyəcək. Suallar yoxdursa, sağollaşaq. Təşəkkür edirəm hamınıza. İnşallah görüşənə qədər.